Bugün ümidsiz borclardan danışacağıq. Ümidsiz borclar vergi məcəlləsinin 111-ci maddəsində əksini tapıb. 111-ci maddəyə əsasən sahibkarlıq subyekti həmin ümidsiz borcu əvvəllər ümumi sahibkarlıq fəaliyyətindən gəlirinə aid edibsə, sonradan həmin ümidsiz borcu həmin sahibkarlıq fəaliyyətindən gəlirdən çıxa bilər. Bəs hansı hallarda ümidsiz borc tanınır? Gəlin bundan danışaq. Ümidsiz borc əgər sahibkarlıq subyekti həmin borcun alınması ilə bağlı məhkəməyə müraciət edirsə və məhkəmə müəyyən edir ki, qarşı tərəf həmin borcu ödəyə bilmir və bununla bağlı qərar qəbul edir ki, artıq bu borc ümidsiz borc sayılsın. Və bunun həmin sənəd əsasında da sahibkarlıq subyekti həmin borcu ümidsiz borc kimi tanıya bilər. Eyni zamanda Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilələr üzrə müddətin bitməsi, yəni iddia müddətinin bitməsi 3 il təşkil edir, daşınmaz əmlaklar üzrə isə 6 il təşkil edir. Təbii ki, həmin müddət bitəndən sonra da sahibkarlıq subyekti həmin borcu ümidsiz borc kimi tanıyıb mühasibə sotunda gəlirindən çıxa bilər.